Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Lerik rayonun Ağçay kəndindəyəm. Tarixi ismi ilə belə Akkışda adlanır. Hal-hazırda bu kənddə yaşayış demək olar ki, bu cür gözəl mənzərədə, təbiətin gözəl qoynunda, çay qırağında, təbii çay qırağında yaşayış olduğu üçün və bu fərdi yaşayış evlərində çoxlu gənclər yetişib, çoxlu gənc, yaxşı insanlar olub. Onların tamamilə həyatın burada sönməsi, yaşayışın olmaması, iş olmamasından tərk ediblər. Demək olar ki, təqribən 10 yaşayış olar qalıbdır. Onlar da günü-gündən köçürdü. Görürsünüz, təbiətin ən gözəl qoynunda yerləşən bir kənddir. Demək olar ki, Lerikin ən azından 28 kəndi bax bu yollardan, demək olar ki, bu avtomobil yollarından istifadə edir. Qış aylarında, qış mövsümündə bu kəndin yolları həqiqətən çox acınacaqlıq vəziyyətə düşür, palçıq olur. Amma hal-hazırda bu kəndin ərazisindən demək olar ki, hərbi sərhədə yaxındır, Cənubi Azərbaycan istiqamətinə. Demək olar ki, bu yolun asfalt olması gələcək tələbələr üçün, yaşlı insanlar üçün, ümumiyyətcə yaşayışın inkişafına səbəb olar. Və demək olar ki, bu yol daha da məntiqə uyğundur. Təbiətin qoynunda olan bu dağların, bu gözəlliyin, bu təbii çayların yuxarı istiqamətindən gedir. Görürsünüz. Baxın. O axır istiqamətlərdə də fərdi yaşayış evləri vardır. Təəssüflər olsun ki, tələsirəm, həmən istiqamətə gedə bilmirəm. Sadəcə qısa mövzu ilə sizə öz fikrimi çatdırım. Görürsünüz, bax, hamısı köçüb gedibdir. Burada yəni yaşayış yoxdur. Yaşayışın burada ən azından bu kəndlərin hamısı bir yerə yığıb ağıllı kənd layihəsi hazırlamaq. Yəni 10 dənə kəndi bir kənddə bir şəhərci salıb qazı, suyu, yolu, işığı, hamısının məktəbi, bağçası, xəstəxanası bir yerdə bərpa etmək olar. Bu qədər gördüyünüz əraziləri boşaldıb, bir yerə toparlayıb, böyük bir yeni Azərbaycan fermeri və yaylaqlar hazırlamaq olar. Burada yeni Azərbaycan üçün iri buynuzlu malqara, xırdabaş qoyun keçi və onların südlərin, süd məhsulları, onların ətlərindən demək olar ki, faydalı olar. Geniş şəkildə yayılmış olar. Belə, yəni xarici ölkədə iqtisadiyyatla bağlı. Ümumiyyətcə asılılığımız yəni sıfıra düşər. Bizim öz daxilimizdə böyük ət məhsulları və qidanın yüksək səviyyədə olması, keyfiyyətli olması, həmin böyük bir qalpasa şirkətlərinin inkişafında böyük rol və əhəmiyyət daşıyır. Görürsünüz, bu cür yerlər hamısı günü-gündən boşalır. Günü-gündən bu torpaqlarda demək olar ki, yəni üzr istəyirəm ifadəmə görə xarabalığa çevrilir. Yəni ataların bir misali var, deyir, bağa baxarsan bağ olar, baxmasan dağ olar. Bax, bu yerlər o formada dağ olubdur. Yəni baxılsa bu yerlərdə gözəl artizan quyuları vurmaq olar. Məsələn, bu təbii çayın sürətini, yəni kubunu artmaq üçün deməli Lerik istiqamətinin ərazisinin, yəni buradan hal-hazırda yəni tunel vasitəsilə Astara istiqamətinə, dənizdən dırnaj vasitəsindən də etmək olar. Artizanlar da vurmaq olar. Əgər tunellə, yəni tunel açılmasa, yeraltı dırnajlar olmasa, çaylarda yüksək səviyyədə deməli su quyularını qazmaq olar. Dəniz səviyyəsində demək olar ki, buradan nə quyu qazılsa, dərinliyində hansı istiqamətdə olsa, istər-istəməz suyun bolluğuna səbəb olar. Və çayın da sürəti, kubi artdıqda təbii meşələrdə qurumanın da az olar, xəstəliklər də az olar, təbii çaylarda da
balıqların və canlıların hər bir qurbağasına kimi, daşın altındakı canlılara kimi gözəl təbiətinə bağlı inkişaf olar, artar. Sağ olun, təşəkkür edirəm.